Salam, hər vaxtınız xeyir olsun. Mən təlimçiniz Cəfərli Əsli. Bu günləri çoxsaylı istəkləri nəzərə alaraq şagirdlərin imtahana psixoloji hazırlığı mövzusunda belə deyək, sizə ümumi məlumatlar verəcəm. Yəni belə deyək, İmtahan həyəcanı nədir? Bunu tutaq ki, imtahandasınız, həyəcan anından qarşılaşdınız, nə edə bilərsiniz? Bunlar haqqında sizdən danışacağıq. Sonra isə belə deyim, bir yerdə müzakirələr apararıq, görək kimin imtahan stresi, imtahan qayğısı nədən belə deyək, irəli gəlir. Yəqin ki, ümumiyyətlə hər biriniz stres sözünün mənasını bilirsiniz. Sadəcə həyatımızda biz imtahan stresi mi var? Xeyr, bizim ümumiyyətlə həyatımızın bütün mərhələlərində biz stres faktorundan qarşılaşırıq. Yəni bizim kənarda baş verən hər hansısa bir qıcıqlara qarşı göstərdiyimiz reaksiya bizdə stres adlanır. Stres insanın sadəcə belə deyək, psixoloji şəkildə deyil, eyni zamanda xarici şəkildə də, yəni özünü göstərə bilər. Biz bu günləri sizdən belə deyim, danışacağıq imtahan stresindən. İmtahan stresi nədir? İnsanın hər hansısa bir tutaq ki, həyatı üçün vacib olan bir imtahana hazırlaşırsa, bu zaman onda müəyyən qorxu, narahatlıq hissi artıq formalaşmağa başlayıbsa, təbrik eləyirəm sizi, çünki sizin artıq demək ki, belə deyək, sizdə stres faktoru yuxarı səviyyədədir. Bəs məsələn mənə sual verə bilərsiniz ki, mən yəni mütləq şəkildə imtahan stresimi sıfıra mı endirməliyəm? Xeyr. Baxın, bizim üçün vacib olan stresin yüksək səviyyədə və yaxud da aşağı səviyyədə olmağı deyil. Əgər biz tamamilə imtahanda stressiz olarsaq, yəni heç bir həyəcanımız olmasa, həmin imtahanı bizim üçün belə deyək, çox rahat keçəcəyini düşünərik, amma əksinə bu zaman diqqətsizlik edib müəyyən suallarda, çox asan suallarda səhvlər eləyə bilərik. Amma imtahanda stresimiz, həyəcanımız aşırı şəkildə yüksək olsa, əlbəttə ki, bu zaman nə olacaq? Bu zaman beyin donacaq. Çünki biz istər-istəməz beynimizi tamamilə mənfiyə fokuslaşdırmış olacağıq. Baxın, ümumiyyətlə insan hər hansısa bir təhlükə faktorundan qarşılaşırsa, stressdən də mütləq şəkildə onun həyatında olur. Yəni biz stresslə qarşılaşarkən, yəni həyatımızın yenə deyirəm, hər bir mərhələsinə aiddir. Baxın dostlar, bunu yadınızda saxlayın. Ən birincisi imtahanın kökündə dayanan problemlərdən biri qorxudur. Özgüvənin aşağı olmağıdır. Məsələn, əgər mənim özgüvənim yüksək səviyyədədirsə, nə mənim valideynlərim, nə mənim ətraf mühitim məndə stres, həyəcan formalaşdıra bilməz. Mən özüm öz daxili gücümə inanaram, özümü heç kimlə müqayisə eləmərəm. Baxın, bilirsiniz sizin əsas probleminiz nədir? Məsələn, bu dərəcədə həyəcanınızın olmağı. Ya mövzunu həqiqətən yaxşı bilmirsiniz, ona görə düşünürsünüz ki, mən gedib imtahanda nə yazacağam? Bu da ola bilər. Bunun özü də bir səbəbdir. Və yaxud da ki, elə ola bilər ki, insan bəzən həqiqətən çox bildiyindən də gedib orada əli ayağı bir-birinə dolaşa bilir. Bunu yəni siz sadəcə beyninizdə saxlayın ki, bu sadəcə sizə olan xas xüsusiyyət deyil. Bu hamımızda var. Yəni məndə də var, bir başqasında da var. Və həyatımızın bütün mərhələlərində biz bundan rastlaşırıq. Birincisi, imtahanın adını beynimizdə böyütmək, fərdləşdirmək bizə lazım deyil. Çalışın imtahanı sadə, günlük istifadə elədiyiniz. Məsələn, necə oturursunuz məktəbdə, summativ işləyirsiniz, monitorinqlər işləyirsiniz. Yəni düşünün ki, bu da onun kimi bir şeydir. Yəni əgər siz imtahanı nə qədər anlam aşırı şəkildə yükləsəniz, sizdə beyniniz də ona qarşı daha çox müdafiə mexanizminə keçəcək və görəcəksiniz ki, həqiqətən də sizdə həyəcan yüksək səviyyədə artır. Ona görə çalışın ki, bu stresi tamamilə belə deyək, özünüzdə böyütməyəsiniz. Baxın, məsələn, Yerk-Dodson qanununa görə o belə deyək, qızıl nöqtə qanununu irəli sürür. O deyir ki, insanın özünün performansına baxmalıdır. Mən məsələn, əgər bu günləri özümün potensialımı bilirəmsə də, tutaq ki, mən bilirəm ki, İmtahanda indi maksimum 700 baldır da. Tutaq ki, mənim beynimin nəyə qadir olduğunu mən bunun fərqindəyəm. Mən bilirəm ki, məsələn, maksimal 300 bal toplaya bilərəm. Amma biz nə edirik? Başlayırıq ya başlayıram məsələn özümü fərqli bir şəxsdən müqayisə eləməyə. Deyirəm ki,
Məsələn, əgər o toplayırsa, deyirəm ki, bax o imtahanda məsələn əvvəlcədə tutaq ki, hər hansısa bir sınaq imtahanına getmisiniz. Filan kəs 500 bal topladı, 600 bal topladı. Mən qaldım 300-də. Bunu heç vaxt eləməyin. Özünüzü pis və yaxud da yaxşı şəkildə heç kimlə müqayisə eləməyin. Bu sizin etdiyiniz ən böyük səhvdir. Çünki hər kəsin beyni fərqlidir. Yəni hər kəsin düşüncəsi fərqlidir. Necə ki, dünya görüşlərimiz fərqlidir. Beynimiz də o şəkildədir. Gəlin baxaq, aramızda elə bir şagird yoxdurmu ki, bütün günü oxusun, amma baxır ki, beyninə heç nə girmir və yaxud da elə şagird də var ki, baxırsınız ki, oturur, elə bircə dəfə kitabı açmaqdan beyninə hər şey daxil olur. Baxın, AQ denilən bir hal var da, yəni EQ var, AQ var. Bir var insanın emosional zəkası, biri də var ki, intellektual zəkası. Yəni intellektual zəkası yüksək olan insan əlbəttə ki, kitabı açacaq da həmin dəqiqə beynində qalacaq. Amma biri də var ki, əziyyət çəkib üzərində işləyir. Bunu yadınızda saxlayın. Əgər siz onsuz da əziyyət çəkirsinizsə, əziyyətinizin bəhrəsini də mütləq şəkildə görəcəksiniz. Heç kimlə nə olursa olsun özünüzü müqayisə aparmayın və valideyninizin də bunu etməyinə icazə verməyin. Baxın, stres anında bizim bədənimizdə də, hətta öz beynimizdə də fərqli hadisələr baş verir. Baxın, məsələn, fizioloji əlamətlər olaraq siz həmin an görə bilərsiniz ki, əliniz də titrəyə bilər, ürək döyüntünüz də arta bilər, belə deyə, əlinizin içində tərləmə də ola bilər. Fikir verə bilərsiniz ki, artıq sizdə sıxılma halları baş verir və sizin beyninizdə əlbəttə ki, bloklama olacaq. Yəni düşüncənizdə bloklama olacaq ki, siz tamamilə bildiyiniz hər şeyi unutmuş olursunuz. Burada belə deyək, beyində olan fərqli-fərqli yəqin ki, məlumatınız var. Biologiya oxuyanlar insanın belə deyək, hormonları var ki, burada məsələn kortizol hormonu nə edir? Tutulur. Bu zaman insan tamamilə donub qalır. Yəni düşüncələrini heç cürə istifadə edə bilmir. Bəs siz belə deyək, tutaq ki, bu hallar sizdə varsa, mən məsələn ən birincisi məsləhət görərəm ki, fizioloji əlamətlərin sizdə baş verməyini istəmirsinizsə, yəni heç bir belə deyək də mənfisi yoxdur. İmtahana getməmişdən qabaq məsələn 2 dənə sadə hər kəsin bildiyi ürək dərmanından istifadə eləyə bilərsiniz. Yəni bunun sizdə heç bir belə deyə mənfi hal olmayacaq. İndi bəzən insan düşünür ki, onda yuxu mu gətirə bilər və yaxud da hər hansısa bir mənfi hal mı yarada bilər? Yəni o haldan qarşılaşmazsınız. Əksinə sizin o ürək döyüntünüzü belə deyək stabilləşdirməyə kömək eləyəcək. Aha, yəni stres belə deyək, stres zamanında beynimizdə müəyyən mənada düşüncələr gəlir. Həm mənfi düşüncələr, həm də müsbət düşüncələr. Baxın, ümumiyyətlə bir psixoloq işləyərkən həyatda belə deyək, fərqli-fərqli texnikalar var da. Bizim belə deyək, istifadə etdiyimiz texnikalardan biri də koqnitiv terapiyadır. Yəni bu terapiya vasitəsilə bu da insanın düşüncələrinə əsaslanır. Deyir ki, insan düşüncəsini dəyişərsə, müsbətə köklənərsə, inanarsa, həqiqətən də o baş verər. Məsələn, siz imtahana getdiyiniz zamanı biri var ki, deyirsən ki, hə bu qədər mövzu var, mən bunun tamamilə məsələn yarısını oxumusan, tutaq ki, belə deyək də, imtahana düşür 25 mövzu, sən 25 mövzudan 18-ini oxumusan, 7-sini oxumamısan. Həmin dəqiqə, əgər səndə mənfi düşüncə varsa, sən məsələn, barama belə deyək də, tutaq ki, sizə belə bir misal çəkim. Biri var ki, yəqin ki, hamınız bilirsiniz də, kəpənəyin inkişafı necə olur? Birinci kəpənək barama şəklində olur da. Məsələn, balaca olur, sonradan kəpənəyə çevrilir. Yəni bu hər bir baramanın belə deyək, həyat mübarizəsində bu haldan rastlaşır. Baxın, insan da buna aiddir. İnsanın düşüncəsi də buna aiddir. İnsan istəsə özündə olan mənfi düşüncəni, yəni barama düşüncəni müsbətə çevirə bilər. Ağlınıza məsələn gəldi ki, mən məsələn 10 mövzudan 7-sini bilirəm, 3-ünü bilmirəm. Mənfiyə kökləndiyinizdə deyin ki, yəni imtahana girərkən daima beyninizdə formalaşdırın. Mən niyə də bacarmayım? Axı mən mövzulardan demək olar ki də yarısından da çoxusunu bilirəm. Yəni bunu düşünərsəz, daima mənfi düşüncə gələndə müsbətə doğru əgər ki özünüzü belə deyək formalaşdırsaz, inanın ki, həqiqətən də nəticəsini görəcəksiniz. Və yaxud da ki, ola bilər ki, beyninizə düşür ki, heç nə yadımda qalmır. Mən bunları unutmuşam. Həmin dəqiqə beyninizə bunu gətirməyə çalışın. Mən həyəcanlıyam. Bunu hiss eləməyim həqiqətən də çox normal haldır.
Nə edəcəyik? Dayanacağıq, tənəffüs məşqini edirik, sonradan yenidən çalışırıq ki, özümüzdə belə deyək, o mənfi stresi tamamilə atıb özünü müsbətdən əvəzləşdirək. Və yaxud da ola bilər ki, düşünərsiniz ki, suallar çox çətin olacaq. Yəni ən böyük belə deyək, şagirdlərin beynində formalaşdırdığı mənfi düşüncələrdən biri də budur. Bu zaman daima beyninizdə, yəni çalışın ki, düşüncəni başqasından əvəzləyəsiniz, deyim. Ola bilər də, məsələn, mənim hər hansısa bir yenə deyirəm, mövzuya hazırlaşmışam. Çalışın ki, hazırlaşdığınız mövzu əsasında eləyin. Baxın, bu günləri ayın 6-sıdır. Mən məsələn ilk imtahan verənlər ayın 9-u verəcək də. Siz artıq bu 3 gün ərzində yeni hər hansısa bir mövzu öyrənməyə cəhd eləməyin. Çalışın ki, öyrəndiklərinizi təkrarən eləyəsiniz. Yəni artıq hər hansısa bir yeni mövzu öyrənmək sizin üçün gecdir. Beyninizi bu qədər yormağa həqiqətən də ehtiyac yoxdur. Çalışın bu dönəmlərdə buna mütləq şəkildə diqqət yetirəsiniz. Nəyi yaxşı bilirsinizsə, qayıdıb həmin anları təkrarlasanız sizin üçün daha əhəmiyyətli olar. Baxın, indi düşdü ki, stres yarandı sizdə də. İmtahan anıdır, gəlib kağızlar paylanılıb, başlayır, görürsünüz ki, əlinizdə titrəmə var. Artıq düşünürsünüz ki, siz heç nəyi bilmirsiniz. Bu zaman nə edirsiniz? Ən birincisi tənəffüs məşqlərini edirsiniz. Tənəffüs məşqlərini etməyin də özünün qaydası var. Bunun haqqında da sizə danışacağam. Çalışın ki, hələ imtahan anı olmadan qabaq, bu imtahana ən azı bu 3 gün qalıb, bu günlərdə həm yuxu rejiminizə, həm idmanınıza, həm yeməyinizə diqqət yetirəsiniz və əlbəttə ki, düşüncəni. Əgər bu 3 dənə faktoru formalaşdıra bilsəniz, tənəffüsünüzü düzgün nizamlasanız, idmanla məşğul olsanız və düşüncə tərzini müsbət mənada dəyişsəniz, görəcəksiniz ki, həqiqətən də özünüzdə olan mənfini tamamilə kənara çəkmiş olarsınız. Baxın, gəlin görək məsələn, tənəffüs deyəndə nəyi nəzərdə tutulur? Baxın, 4-8 saniyə tənəffüs texnikası deyə bir hal var. Nə edirik? Həyəcan gəldimi? Stres gəldimi? 4 saniyə dərindən nəfəsi alırıq, saxlayırıq. 7-ci saniyədə belə deyək, ilk 4 saniyədə nəfəsimizi saxlayırıq. 7-ci saniyəyə çatdıqda artıq nəfəsi verməyə başlayırıq. Bunu 3-4 dəfə çalışın ki, təkrarlayasınız. Baxın, necə ki, bəzən olur, belə deyək də, məsələn, telefonunuza və yaxud da kompüterinizə virus düşür, görürsünüz, nə edirsiniz? Kompüteri yenidən başladırsınız və yaxud da bir problem olanda telefonu yenidən söndürüb yandırırsınız. Bu zaman telefon baxırsınız ki, özünə gəlir. Beyin də onun kimidir. Nə edirsiniz? Bu özünüzü reset eləmək kimidir. Yəni, əgər həyəcan baş verərsə imtahan müddətində, yəni o otaqda edə biləcəyiniz əsas texnikalardan biri tənəffüs texnikasıdır. Bunu da çalışın ki, indidən etməyə başlayın. Necə? Qaydasını dedim sizə. Məsələn, 4 saniyədən başlayın, nəfəsinizi dərin şəkildə alırsınız, artıq 7-ci saniyəyə qədər saxlayırsınız, 8-ci saniyədə isə həmin nəfəsinizi kənara doğru, belə deyək, öz üzərinizdən atırsınız. Və daimə çalışın. Ümumiyyətlə, imtahanda, yəni onsuz da bilikləriniz artıq sizinlədir. Bu 3 gün ərzində ay durum, aşırı şəkildə kitab oxuyum, səhər tezdən qalxım, yuxumu pozum. Bu 3 gündə mən belə deyək, bütün imtahanları çatdırım, təkrarlayım. Bu toplara da çox girməyin. Çalışın ki, yenə deyirəm, bildiklərinizin üzərində dayanın və heç hətta sonuncu gün mən məsələn məsləhət görmərəm ki, hər hansısa bir dərsi oxuyasınız. Çünki artıq yenə deyirəm, indi bəlkə də bəziləriniz də fikirləşə bilərsiniz ki, mən təkrar eləyirəm də, yəni məcburi deyil. Məsələn, mən mütləq şəkildə demirəm ki, hər kəs kənara atsın, oxumasın. Amma bir psixoloq olaraq mən və yaxud da başqa bir şəxsdən soruşsanız, onlar da sizə eyni məsləhəti verəcək ki, niyə? Beynin rahatlaşmağı üçün, beynin rahat məşqi üçün. Siz bir gün qalmış təkrarlayanda özünüzü daima narahatlıq hissi formalaşdıracaqsınız ki, hə, səhər mənim imtahanım da gətirin, bunu da oxuyum, bunu da oxuyum, onu da oxuyum. Nə edirsiniz? Beyni yorursunuz. Düşünməkdən beyin yorulur və səhər də yenə gecə də yata bilmirsiniz. Səhər də o mənfi əhval-ruhiyyədən imtahana gedirsiniz. Amma çalışın bir gün qabaq yaxşı belə deyək,
film izləyin və yaxud da ki, musiqi dinləyin. Yəni xoş əhval-ruhiyyəyə sahib olun. O şəkildə də yuxuya gedin, müsbət düşüncələrinizi özünüzdə formalaşdırın. Hə, ondan sonra artıq imtahana rahat şəkildə gedə bilərsiniz. Tənəffüs məşqindən başqa, məsələn, imtahan anında, məsələn, əzələ boşalmasından da istifadə edə bilərsiniz. Bu insanın belə deyək, şəkildə də burada görürsüz ki, baş 3 hissəni göstərir ki, insan nə etməlidir? Ən birincisi özünü sıxır, sonra isə başlayır özünü belə deyək, rahatlaşdırmağa. Bunu edəndə birinci siz bədəndə gərginlik hissini yaratmış olacaqsınız və sonda o rahatlama hissi artıq o əzələni boş buraxandan sonra sizin bədəninizdə müəyyən şəkildə rahatlama olacaq. Bir də çalışın ki, mən məsələn sizə bunu da məsləhət görürəm ki, çalışın beyninizdə həmin anı, həmin mərhələni mütləq şəkildə formalaşdırasınız. Yəni vizualizasiya eləyəsiniz. Burada məsələn Uğurun vizualizasiyasından danışır. Yəni gələcəyə belə deyək yönəlili olur ki, məsələn bu günləri indi təlimimiz bitəndən sonra oturun, düşünün beyninizdəki mən imtahan zalındayam. Zal çox sakitdir. Mən imtahanı yaxşı şəkildə verəcəm, suallarımı rahat şəkildə cavablandıracağam. Özünüzü məsələn gələcəkdə bir hansı sahədə, hansı ixtisasda görürsünüzsə, bu şəkildə formalaşdıra bilərsiniz. Ümumiyyətlə beyin həqiqətən də aldadıcı bir funksiyası var. Baxın, adi hər hansısa bir travma yaşamış şəxslərdən koqnitiv terapiyadan işləyəndə, koqnitiv terapiya nə idi? Bayaq sizə dedim ki, düşüncəni dəyişdirməkdir də. İşləyəndə o mənfini müsbətdən əvəz eləyəndə həqiqətən də bu nə cür insanlara kömək eləyir? İnsanların həyatında bilirsiniz, o yaşadığı mənfi travmaları aradan qaldırır. Yəni sizin də burada üzərinizə düşən vəzifə odur ki, sadəcə həmin ana fokuslanmaq. Və çalışın o imtahanda kənara baxım, ay gözləyim ki, kimsə mənə kömək eləyər və yaxud da nə. Qətiyyən başınızı aşağı salın, öz testinizi yazmağa çalışın. Nə bilirsinizsə onu. Siz nə qədər ətrafa baxsınız, baxacaqsınız ki, insanların məsələn də eləsi var, o da sizin kimi. Demək ki, bilmir də. Yəni mən belə düşünürəm ki, o ətrafı elə durub yazmaqdansa biri var, əgər sən bilirsənsə oturub yazını sakit şəkildə yazacaqsan. Biri də var, bilmirsən, elə gözləyirsən ki, görüm insanlardan belə deyək, hansısa kömək ala bilərsənmi? Artıq sənin boşluğa buraxıb. Və ən birincisi əlbəttə ki, vaxt bölgüsüdür. Ümumiyyətlə yenə deyirəm, bu dərs oxuyacaqsınızsa bu 3 gündə, məsələn, bir 10 dəqiqə oxuyun, 5 dəqiqə fasilə verin. Oturun, çay için, belə deyək, sevdiyiniz hər hansısa bir maraqlı musiqi varsa qulaq asın, amma əlbəttə ki, burada qəmgin haldan getmir, müsbət haldan gedir. Yəni, imtahan anında özünüzdən, mən məsələn, məsləhət görürəm ki, qol saatı aparasınız. İndi elektron saat qoymurlar, amma digər saatı götürə bilərsiniz. Nə edirsiniz? Çalışın dərsiniz, məsələn, testinizi işləyəndə fasiləli şəkildə işləyin və ən birincisi asan sualdan başlayın. Tutaq ki, arxa-arxaya bəzi insanlar var ki, məsələn, başlayır, tutaq 5-ci sualda ilişdi qaldı. Eləcə bir 10-15 dəqiqə o sualın üstə durur ki, mən bu dəqiqə bunu yazmalıyam. Yox, buna cəhd eləməyin. Bilmədinizmi? Keçin gedin başqa suallarınızı yazın. Təmiz bitirəndən sonra ehtiyac qalsa, vaxt da qalsa həmin sualın üzərinə qayıdarsınız. Yəni vaxtınızı çalışın bilmədiyiniz suallar üzərində mənfi şəkildə yönləndirməyin. Yəni imtahanda bunu mütləq şəkildə eləyin. Yoxsa vaxt çox sürətli gedir. Birinci yaxşı bildiklərinizi yazın, köçürün, sonra başlayın çətin bildiklərinizə. Ümumiyyətlə, həm də yaxşı bildiyinizdən başlasanız, sizdə artıq o imtahanın həyəcanını da sıfıra endirmiş olarsınız. Çünki bilirsiniz axı yazırsınız. Əgər bilib yazırsınızsa da sizdə müsbət şəkildə belə deyək özünüzə də inam yaranacaq, motivasiyanız güclənmiş olacaq ki, mən bilirəm, mən yaza bilirəm. Və belə deyək, bu günlük ərzində də, bu 3 gün ərzində də yenə deyirəm, oxudunuzmu? Bir dərsi oxudunuz yarım saat, 5 dəqiqə oturun, çay için. Sonra yenidən yenə testlərinizi işləyə bilərsiniz. Artıq çalışın kitablardan məsələn daha çox sizin üçün hansı belə deyək nəzəriyyə, hansı məsələn düstur falan varsa riyaziyyatdan bunlara baxmağa daha çox odaqlanın. Sonra məsələn biz
Məsələn, mən sizə bir də bunu belə deyək, məsləhət görərəm ki, imtahan anında ə, çox bəzən insanlar tutaq ki, oturur, daima belə deyək, imtahan zalına ya tez gedir və yaxud da ki, gec gedir. Düşünür ki, məsələn, imtahanda ən sonda çıxmaq onu nəyisə qazandırar və yaxud da ki, hər nəyisə və yaxud da kodlaşdırmanı ən axırıncı vaxta saxlayır. Bunu eləməyin. Əgər sualdan əminsinizsə, kodlaşdırmanızı həmin anda yazsanız daha yaxşı olur. Yəni çünki imtahanda kitabça böyük ehtimal ki, sizdə qalacaq. Çalışın kodlaşdırma hissəsini düzgün şəkildə eləyəsiniz. Suallara baxırsınız. Əgər bu 3 gün ərzində olan hissənizə aiddir ki, hansı sual sizin üçün vacibdirsə, məsələn, bilirsinizsə ki, bu sual sizə imtahanda düşə bilər. Yəni mövzulardan söhbət gedir də, indi heç kim sualı bilmir ki. O zaman çalışın ki, həmin mövzunu bu günləri işləyib bitirəsiniz. Amma bəzən də elə ola bilər ki, indi vaxt azdır deyə bu əlbəttə ki, sizin üçün təcili olacaq. Amma ola bilər ki, vacib olmasın. Yəni bu sizə imtahanda düşə də bilər, düşməyə də bilər. Bu zaman nə edirsiniz? Bu zaman həmin belə deyək, dərsə çox da odaqlanmanıza ehtiyac yoxdur. Zaten əgər bu sizdə çətinlik çəksəydiniz, beyin bunu özü də müsbət şəkildə formalaşdırar ki, hə, mən bunu oxumalıyam. Və yaxud da elə ola bilər ki, sizin üçün həmin əgər mövzu vacib deyilsə və yaxud da ki, heç ümumiyyətlə düşməyəcəksə, həmin mövzular üzərində də durub ilişməyin. Yenə deyirəm, bilmədiyiniz mövzular üzərində də qətiyyən qalmağa ehtiyac yoxdur. Ümumiyyətlə belə deyək, əsasən yekunda sizin valideynlərinizin üzərinə çox iş düşür. Və siz bunu bilməlisiniz ki, həqiqətən də həyatda imtahan, yəni bu gün üçün belə deyək, son deyil. Biz ümumiyyətlə həyatımızın mərhələsində sadəcə bu mərhələsindəmi imtahanla qarşılaşırıq? Xeyr, həyatımızın biz bütün mərhələsində imtahanla qarşılaşa bilərik. Biz çalışmalıyıq ki, həmin anda həqiqətən də belə deyək, özümüzü çox mənfiyə yükləməyək və yaxud da həyatın sonu kimi düşünməyək. Və bunu mən sizin, məsələn, bayaq da onsuz da çatdırdım ki, çalışın ki, ilk imtahandan əvvəl burada edilən əsas səhvlərdən biri yuxudan bağlı olan hissəsidir ki, bəzi insanlar var ki, tutaq ki, gün ərzində normalda əgər siz 6 saat yatırsınızsa, bu yuxu sizə bəs eləyirsə, imtahan ərəfəsində o saatınızı 10 saatda qaldırmağa çalışmayın. Əgər 6 saat sizə bəs eləyirsə, sizdə baş ağrısı vermirsə, elə həmin yuxuda yazsanız sizə kifayətdir. Çünki belə deyək, insan olduğu vərdişdən kənara çıxmasa yaxşıdır. Biri var ki, əgər bunu həftələrlə arxa-arxaya təkrar edirsinizsə, başqa məsələ, amma bir gün içində edirsinizsə, yox. Və əlbəttə ki, yenə deyirəm, bax, bu gündən telefonu saat 10-dan sonra ümumiyyətlə özünüzdən uzaqlaşdırın, yuxu rejiminizə diqqət yetirin. Qoyun beyniniz açıq şəkildə olsun və çalışın ki, yenə deyirəm, evinizdə də necə ki, düşünün ki, imtahandır, imtahan şəraiti imiş kimi özünüzün beyninizdə vizualizasiya edib, vaxt bölgüsünə də mütləq şəkildə diqqət yetirin. Və belə deyim, çalışaq ki, ümumiyyətlə həmin çətin, məsələn, anla qarşılaşanda, çətin suallardan qarşılaşanda, indi imtahandır da ola bilər. Beyninizdə bu zaman nə edəcəksiniz? Ən birincisi, dayanacaqsınız, stres sizi boğursa, qələmi kənara qoyun mütləq şəkildə və başlayın nəfəs alıb nəfəs verməyə. İnanın ki, bəlkə də sizə bu gülmək kimi gələ bilər də, çünki hələ bir o qədər də belə deyək də, biraz da yaş dönəmlisində verdiyi bu xüsusiyyətdə ola bilər ki, deyə bilərsiniz ki, nəfəs alıb vermək mənə nə dərəcədə müsbət rol oynaya bilər. Ona görə siz bunu indidən təkrar eləməyə başlayın. Nəfəsinizi 4 saniyə alacaqsınız, tutacaqsınız, artıq 7-ci, 8-ci saniyədə nəfəsi verməyə başlayın. Və belə deyək,
Bir də istifadə edəcəyiniz texnikalardan biri də 5 barmaq texnikasıdır ki, bu zaman nə edirsiniz? Bax 5 dənə baxırsınız. Ətrafda gördüyünüz həyəcan sizi basdı. Baxın, birinci gördüyünüz əşyaları sayın. 5 dənə gördüyünüz əşyanı. İndi ola bilər ki, parta ola bilər, ətrafınızda qələm ola bilər və yaxud da otaqda olan hər hansısa bir faktorlar ola bilər. Sonra çalışın hiss eləyəsiniz. 4 dənə, məsələn, qələmi hiss eləyə bilərsiniz, kağızı hiss eləyə bilərsiniz, partanı hiss eləyə bilərsiniz. Neyinin? Əsas odur, beyni həmin andan, yəni dəyişdiririk də. Bayaqlar tutaq buna fokuslaşmışdıq, buna sırf yönəlmişdik. Artıq həmin o yönəldiyimizi dəyişirik. Və əlbəttə ki, üçüncü halda isə dinləməkdir. Yəni çalış ki, zaldakı fərqli səslərə belə deyək, çox da diqqət yetirmə. Ən birincisi özünün belə deyək, daxilindəki özünlə formalaş. Və bunu belə deyək, son olaraq da mən sizə bunu demək istəyirəm ki, imtahan anında da çalışın ki, özünüzdə bir obraz yaradasınız. Baxın, məsələn, oturmuşam, düşün ki, sənin üçün yəni normal bir ev şəraitidir də, yəni heç sən imtahan zalında deyilsən, bu bizim əlimizdədir də. Yəni biri var mənim əlimdə olmasın, yəni özünüzün əlinizdə olmasın, mən deyərəm ki, hə, heç buna ehtiyac olmaz ki, burada durun, mən sizin vaxtınızı alım, sizə nəyisə deyim. Demək ki, bizim bildiyimiz bir şey var ki, biz də sizin kimi bu yollardan keçmişik. Yəni, məsələn, biz də sizin kimi 11-ci sinifdə oxumuşuq, bu imtahanı vermişik və yaxud da hər hansısa bir imtahanlardan qarşılaşmışıq. Çalışın həmin anda tamamilə kənardakı olan faktorları özünüzdən uzaqlaşdırasınız. İstəyər müəllimə diqqət yetirin, nə şagirdlərə diqqət yetirin. Sadəcə oturun, düşünün ki, harda özünüzü rahat hiss edirsiniz? Hər hansısa bir dağın kənarındamı, hər hansısa bir gölün ətrafındamı və yaxud da hər hansısa bir sıx meşə olan sahələrdəmi? Harda rahatsızsa, oranı beyninizə gətirin və düşünün ki, oradasınız. Yəni sizin üçün belə deyək, oturmusunuz özünüz üçün test işləyirsiniz. Həqiqətən də bu zaman heç sizdə sıfır həyəcan olacaq. Çünki evdə nə həyəcan olur? Görürsüz, oturursunuz istədiyiniz kimi, hətta daha da yaxşı nəticəni verə bilərsiniz. Ona görə buna mütləq şəkildə diqqət yetirin. İmtahanda mütləq yenə asan suallardan başlayırsınız, çətin sualları mütləq boş buraxın. Sonra əgər vaxtınız qalarsa geri dönə bilərsiniz və əlbəttə ki, düşüncənizi dəyişin. Mən bacarmaram düşüncəsini deyil, daima mən bunu bacaracam. Mən bunu yaxşı bilirəm. Bunu indidən beyninizdə mütləq ki, formalaşdırın. Və bunu mən sonda sizə demək istəyirəm ki, yenə sizə vurğulayıram ki, ümumiyyətlə həyatda bu imtahanı qazanmağınız, yəni sizin belə deyək, düzdür, sizin üçün əlbəttə ki, bir əsas faktordur gələcəyiniz üçün, işiniz üçün, amma yəni həyatı əhəmiyyət daşımasın. Düşünməyin ki, mən əgər imtahanı qazanmasam, hə mən gedim, yəni belə deyək də, bəzən insanlar mənfi yollara əl atırlar, o qədər həmin ana fokuslanırlar ki, bunu düşünməyin. Olacaq, olmayacaq da bu sizin üçün mənfi bir təcrübə kimi beyninizdə qalacaq. Önəmli olan belə deyək, insanlığınızdır. Yəni bu verdiyiniz imtahan sizin şəxsiyyətinizin imtahanı deyil. Sadəcə bildiklərinizin yazmağın. Baxın, bu 11 il əziyyət çəkirsiniz, hazırlığa gedirsiniz. Yeri gələndə dən böyük ehtimal ki, məktəbdən gəlirsiniz, saat axşam 9-a, hətta 10-a kimi dərslərdə oturan şagirdlər var. Baxın, indi sizin bunu özünüzə sübut eləməyinizin vaxtıdır. Özünüzü bacardığınız, siz onsuz da bilirsiniz nəyi bacardığınız. Yəni, məsələn, hər biriniz daxilinizdə bilirsiniz ki, hansı gücə, hansı potensiala sahibsiniz. Məsələn, bilirsiniz ki, gedib imtahanda 300 baldan neçə bal yığacağınızı siz onsuz da bilirsiniz. Özünüzdə boş-boşuna artığı yükləməyin. Yükləməyin ki, mən gedim maksimalı yığım. Düzdürmü yığacaqsan? Yığ, bəsinizdir. Həqiqətən də. Və dediyim kimi, həyatın sonu deyil. Bu olmayacaq. Gələn ildə bunu təkrarlaya bilərsiniz və yaxud da ki, hər hansısa bir peşə sahəsinə də gedə bilərsiniz. Önəmli olan sizin özünüzün bu həyatda, belə deyək, insanlığınızdır, şəxsiyyətinizdir. Bu imtahan olsun və yaxud da hər hansısa həyatımızın
hər hansısa bir mərhələsində verdiyimiz imtahanlar olsun. Bunlar sadəcə bizim üçün həqiqətən də adı üstündə. Sadəcə bir imtahandır. Nə isə üçün, biri dövlət üçün və yaxud da hər hansısa bir iş yeri üçün. Amma hamısı insan zamanla görür ki, gəlib keçicidir. Siz də bunun fərqinə varın. İmtahana aşırı şəkildə anlam yükləməyin. Həqiqətən də anlam yükləməsəniz sizin üçün sadə olacaq. Amma nə qədər ki beyninizdə imtahanı gözünüzdə böyüdürsüz, nə qədər ki dünyanın sonu kimi görsəniz, bir o qədər sizdə stres, həyəcan anında çoxalmış olacaq. İndi gəlin görək, mənə maraqlıdır ki, indi tutaq ki, burada olan şagirdlərimizdən mən məsələn bilmək istəyərəm ki, ya istəyirsiniz yazaraq və yaxud da ki, səsinizi aça bilirsinizsə, yəni mənə maraqlıdır ki, mən məsələn bilmək istəyərəm ki, indi burada biz bizəyik də, heç kimi böyük ehtimal ki, tanımır. Yəni sizdə olan bu stres, həyəcan varsa, imtahan həyəcanı varsa, sizcə bu nədən qaynaqlanır? Məsələn, mən bayaq dedim ki, biri var ki, həqiqətən insanda indi normaldır da, az da olsa həyəcan olmağı, amma biri də var ki, ola bilər valideyn üzərinizə çox gedir və yaxud da ki, bir o qədər də dərindən nə isə bilmirsiniz, düşünürsünüzsə ki, həmin yerlərmi düşəcək? Yəni sizdə tam olaraq həyəcanı yaradan, formalaşdıran nədir? Mənə çox maraqlıdır.